Son sutq ərzində Rusiya-Ukrayna cəbhəsində döyüşlər şiddətlənib. TASS agentliyinin verdiyi xəbərə görə Kremlin sözçüsü Dmitri Peskov prezident Vladimir Putinin Ukrayna qoşunlarının hücum əməliyyatlarını diqqətlə izlədiyini bildirib. Rusiya bazar ertəsi günü Ukrayna hücumlarında 2 nəfərin öldüyünü və ən azı 6 nəfərin yaralandığını bildirib. Kiyev isə Rusiyanın zərbələri nəticəsində 14 nəfərin yaralandığını bəyan edib. Zaporojye Atom Elektrik Stansiyasının bir işçisi Ukraynanın pilotsuz təyyarəsinin zərbəsi nəticəsində həlak olub. Bu barədə obyektin mətbuat xidməti açıqlama verib. ABA da bildirib ki, AES-də endirilən dron zərbəsi nəticəsində bir sürücü həlak olub. Ukrayna Silahlı Qüvvələri Belqorod bölgəsində hücumlarını davam etdirir. Bölgənin xüsusi əməliyyat qrupu Telegram kanalında bildirib ki, son 24 saat ərzində bir nəfər ölüb, 6 nəfər yaralanıb. Ukraynanın Odessa vilayətinin qubernatoru Oleg Kiver isə bildirib ki, gecə ərzində Rusiya hücumları nəticəsində 14 nəfər yaralanıb. Hər iki tərəf Qaradənizdə zədələnmiş gəmilərdən neft sızması barədə də məlumat verib. Kuban əməliyyat qərargahının məlumatına görə Rusiyanın Tuapse şəhərində Ukraynanın pilotsuz uçuş aparatının hücumu nəticəsində yaranan dağılmadan sonra neft məhsulları və su yanacaq qarışığı ilə çirklənmiş 4165 kubmetr torpaq təmizlənib. Neft ləkəsinin dənizə yayılmasının qarşısını almaq üçün mərkəzi çimərlik boyunca qoruyucu qumlar quraşdırılıb. Ukraynada Çernomorsk limanı yaxınlığında da neft sızması qeydə alınıb. Rusiya Müdafiə Nazirliyi ayrıca bir açıqlamada qüvvələrinin Sumu bölgəsindəki Taratutyun və Donetsk bölgəsindəki Ozerni yaşayış məntəqələrini nəzarətə götürdüyünü bildirib. Davam edən münaqişə səbəbindən hər iki tərəfin iddialarını müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb.